Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, mən bu günlərin gözəl bir dənə rayona gəlmişəm, Beyləqan rayonuna. Beyləqan rayonu çox gözəl güşələrdən birində yerləşir, gözəl, görkəmli şəxsiyyətləri çoxdur, vətənpərvər şagirdləri, vətənpərvər tələbələri, müəllimləri də çoxdur və biz çoxlu sayda Kəbri kəndində şagirdlərdən, tələbələrdən, müəllimlərdən sorğular apardıq. Sorğular nəticəsində bizə gözəl ağsaqqal müəllimin adını dedilər. O müəllimlərdən birini sizlərə təqdim etmək istəyirəm. Müəllim adınız, soyadınız? Kərimov Arif Əbülfətoğlu. Arif müəllim, neçə il təhsil sahəsində çalışmısınız? 45 il. 45 il 45 il təhsil aldığım Kəbri kənd orta məktəbində riyaziyyat müəllimi, o həmin 45 ilin 30 ilin isə məktəb direktoru işləmişəm. İşlədiyim müddətdə dövlət tərəfindən müəyyən tədbirlərdə iştirak eləmişəm. Fəxri adlarım olub. Heç bir 30 il müddətində bir dəfə də olsun təhsil şöbəsi və Təhsil Nazirliyi tərəfindən heç bir xəbərdarlıq və töhmət almamışam. Daima fəxr edilen direktorlardan olmuşam. İşlədiyim müddətdə Beyləqan rayonunda 54 məktəb direktorunda işlədiyim təhsil müdürləri, təhsil şöbəsi müdürləri məni onlara hamısına ağsaqqal dayı əmi kimi təqdim edir. Mən də mənə verilən o tituldan istifadə edib həmişə onlara düz yol göstərmişəm. Qonağı qəbul eləmək, qonağı yola salmaq, valideynlərlə söhbət aparmaq, uşaqlarla, çətin tərbiyə olan uşaqlarla nə cür davranmaq, bunların hamısını mən müəllimlərimə, direktorlara hamısına tövsiyə eləmişəm. Ailə vəziyyətimdə 3 müəllim, özümlə birlikdə 4 müəllimik, 2 riyaziyyat müəllimi, 1 ədəbiyyat müəllimi. 3 övladım var, 3'ü də ali təhsillidir. Qızım riyaziyyat müəllimidir. Nəvəm, 2 nəvəm, 3 nəvəm ali məktəbdə işləyir. Onun biri fəxrlənmə diplomu ilə Farıq, hal-hazırda Ağşəhərdə Kapital Bankın filialında aparıcı mütəxəssis kimi işləyir. Dövlətimdən, Azərbaycan dövlətindən razıyam. Allah Taala bayrağımızı uca eləsin. Bu cənab prezidentə də ömür versin ki, bizim başımızı uca eləyir. İndi hal-hazırda neçə yaşınız var müəllim? 78 yaşa keçəcək. 2026-cı il, demək 25 yanvar tarixidir. Müəllimə biz uzun ömür can sağlardır. Arzu edirik ki 80, 90, 100 yaşında gələk gözəl çəkiliş eləyək. Müəllim, bizim çəkilişimiz vasitəsilə gələcək nəvələrinizə, nəticələrinizə öz ürək sözü nə deyə bilərsiniz? Ürək sözüm budur ki, mənim işlədiyim müddətdə, müəllim işlədiyim müddətdə həmişə bir şagirdlərimə bir tövsiyəm oldu. 11-ci sinif, yəni buraxılı siniflərin yaxınlaşanda oğlanları sinifdən çıxardırdım çölə. Qızlara derdim, balalarım, diqqətlə qulaq asın mənə. Ne edirsiniz eləyin, gedin atanızın, ananızın yanında başınızı yolun, nə varsınız qarın, sizə təhsil versin. Mən oğlanların təhsil almağını da istəyərəm, amma bir o qədər də ona meyl eləməmişim. Arzum həmişə dərs dediyim və işlədiyim müddətdə qızların təhsil almağını arzulamışam onlara ki, sizin heç biriniz nə gedib arxqazanda ölsünüz, nə ot yığan da ölsünüz. Bir çörək ağacı əlinizdə heç kəsə minnətçiniz olmadan işləyir. Mənim həmişə tövsiyəm o olur. Biz də sizə can sağlığı arzu edirik. Çağdaş təhsil komandası olaraq və mən Vüsal Kəlbəcəri olaraq sizə uzun ömür can sağlığı arzu edirik. Sağ olun, minnətdarım. Sağ olun.